Hoş gördük kızlar. Bu günlərim canlı yayımda. Kələm dolması büktüm. Bu il heç demək olar ki, kələm dolması bükməmişəm. Mən yayda sevirəm. Bax, həyətdə olan öz əkdiyim pomidor, biber, reyhan hamısını özüm əkmişəm. Onlarla bir yay dolması, kələm dolması sevirəm. Bu arada ətin içinə pomidor da doğradım, biber də, soğan da, reyhan da, qara reyhan doğradım bu dəfə. O var idi. Ondan sonra qəşəng inək yağı, sonra duz istiyor, sarı kök və bir də düyü. Hamımız pişirdiyimiz kimi. Amma bu yayda olması çox dadlı olur. Əsasında özün əkəndə daha dadlı olur. Hə, bu biberləri də özüm əkmişəm. Biraz böyük deyib yox. Biberlə pomidor da ətdən artıq qaldı. Dedim qoy elə əlavə eləyim. Hə, çox adam deyirdi ki, çiğ bişməz, bişir. Baxın, bişir. Çiğ halda qəşəng olur. Çünki ət çox xırda gözdə çəkilir. Bu da belə. Ondan sonra nə deyim sizə? Mən həmişə dolmanı iki tərəfli bükürdüm. Sonra bir ərəb səhifəsində gördüm ki, dolmanı bir tərəfli bükürlər və bu yeməyi bir dəfə bişirdim belə nazik formada. Əti də az qoyursan. İnanın. Üzərinə pomidor soku və yaxud yoxdursa tomat da əlavə edib sobada da bişirə bilərsiniz. Çox gözəl olur. Və yaxud da qazanda da bişirə bilərsiniz də. Yəni sobada daha dadlı olur. Baxın, hər iki tərəfi açıq. Mən əvvəllər düşünürdüm ki, dolmanın iki tərəfi açıq olsa, dolmanın düyüləri çölə çıxar. Biz iki tərəfində bağlayıb pişiririk. Biz həmişə dolmanı biraz böyük, bir də hər iki tərəfi bağlı pişiririk. Yəni belə görmüşəm. İndi deyirlər ki, dolmanın bir tərəfi bağlı olmalıdır, bir tərəfi açıq olmalıdır. Mən burada hər iki tərəfini açıq qoymuşam. Belə də qəşəng olur. Hamısı da qələm kimi qəşəng səliqəli düzür. İndi göndərirəm bişməyə. Burada pomidorun içliyi var, onu da əlavə edirəm. Üstünə də inək yağı qoyuram, gedir pişməyə. Pişmiş formasını da çəkərəm videomuzda. Siz yazın görək, dolmanı harda hər iki tərəfi açıq pişirirsiniz, hansı bölgəmizdə bağlı pişirirlər, nə cür pişirirsiniz, amma bu formada çox qəşəngdir. Qələm kimi olur. Görün nə gözəldir. Çox da gözəl alınır. Belə də pişirin. Pişmiş halını göstərmək üçün getdik pişməyə. Yemeğimiz hazırdır. Çok tatlıdır. Çox adam deyirdi ki, hər iki tərəf açıq olanda düyülər çıxır. Nə bilim, hər söz dedilər, amma baxın, gözəlliyə baxın. Yəni dolma hər iki tərəfi açıq da olsa, bağlı da olsa, əsas onu qəşəng bişirəsən. Gözəlliyə baxın. Bax, kəsdim də. Çəkmişkən, bax bu bükümü də həmişə mən belə gül buketi bükürdüm əvvəllər. Bax belə, bu da qəşəngdir, fərqlidir. Dolma o qədər dadlıdır. Hə, bir də çiğ ət pomidorda, biberdə nə cür bişir. Belə deyim də, bu da fərqli olur. Eyni kələm dolmasıdır. Kələm dolmasının içliyidir. Gətirdim pomidora, biberə əlavə elədim. Dadlı olur. O biri dolmaya oxşamır amma. Yəni pişirə bilərsiniz. Deyirlər, ət qovrulmamış nə cür pişirilir? Pişirilir, qəşəng, super. O qədər dadlıdır ki, mən getdim yeməyə, hələlik.